Hamınıza salam dostlar. Bu videoda Huawei Honor X8D adlı smartfon inceləyəsiyik və həmən başlayaq dostlar. Sizə videoda keçməmişdən əvvəl bir xahişim olasıdır. O da bu videonu bəyənib kanala abunə olmağı unutmayın və başlayaq dostlar. Dostlar, telefonumuzun dizaynından başlamaq istəyirəm. Siz özünüzdə görmüş olduğunuz üzrə telefon arxa hissədən kamera dizaynı iPhone dizaynına bənzəyir. Buradakı kameraların görünüşü həqiqətən də yəni xoşdur. iPhone görünüşü əldə etmək istəyir, ancaq iPhone ala bilmirsinizsə Honor X8D adlı smartfonu rahatlıqla əldə edərək bu görünüşə sahib ola bilərsiniz və həmçinin ön tərəfdən daha incə çərçivələrin burada olduğunu mən sizə deyə bilərəm və AMOLED ekranda öz sözünü deyir dostlar. Yəni burada nöqtə şəklində də bir ön kamerası mövcuddur. Bu da öz növbəsində çox gözəl bir təəssürat yaradır. Yəni telefonun dizaynı həqiqətən yaxşıdır. Barmaq izi okuyucusunun isə ekranın içində olması çox yaxşıdır. Birazdan Antutu xalını mən deyəcəm sizə. Dostlar, bu telefonun 4G-ni dəstəkləməsi problem deyil. Telefon dostlar 2025-ci ilin axırında çıxmışdır və indi isə bu telefon yəni hal-hazırda satışdadır. Azərbaycanda məsələn İşət Elektronikası, Bakı Elektronikasında tapa bilərsiniz. Telefon 190 qramdır və su sıçramalarına qarşı davamlıdır. Plastik çərçivədir təbii ki də dostlar. Yəni telefonda metaldan istifadə olunmayıbdır çərçivələrində və yaxud hansısa bir yerində. Dostlar, telefonun ekranı AMOLED mən demişdim sizə və bu ekran 120 Hz yenilənmə sürətinə sahibdir. Full HD Plus və 388 pi fəaliyyət bir ekrandır. Yəni ekranı da pis deyil əslində, orta sinif bir ekrandır. Dostlar, Android 15 ilə gələn bu telefon Snapdragon 6S ilə işləyir, yəni 6S Gen 4, Gen 2 estağfurullah. Dostlar, telefonun ekran kartı burada Adreno'nun 618 ekran kartı mövcuddur səhv eləmirəmsə və telefonun prosesoru A73 nüvəsindən istifadə edir. 2.9 GHz-dir. Köhnə nüvədir amma dostlar, yəni burada təzə nüvə deyil bu. Mən sizə bunu deyim, amma saat sürəti yüksəkdir. Bu da biraz qızmalara səbəb ola biləcəkdir. Bu da yəni o qədər də yaxşı olmaya bilər. Ancaq telefonun həqiqətən yaxşı görünüşü var. 108 megapiksellik optik stabilizasiyanı dəstəkləyən kamerası və bu telefonun 2 ədəd kamerası var demişdim. 5 megapiksellik f2.2 ultra geniş bucaqlı və bu şəkildə yəni işləyir. Qaranlıqda yaxşı çəkməyən bu kamera gündüz vaxtı 1080p 30 fps videonu yaxşı çəkir. Ön kameramız 16 megapikseldir və 1080p 30 fps video çəkir. Yəni gecə vaxtı çəkməyin bu telefondan bir şeylər. Birazdan Antutu xalında mən deyəcəm və bu niyə belə olduğunu deyəcəyəm. Dostlar, telefonumuzun yəni burada barmaq izi okuyucusu telefonun ekranının altındadır. Ancaq bu telefonun mən sizə demiş olduğum kimi böyük batariyası var, 7000 mAh. Ancaq yenə deyim, qızmalara səbəb ola bilən bir prosesoru var bunun. Bu da öz növbəsində telefonu isti təəssürat bağışlayır və dostlar baxın, telefonun yəni Antutu benchmarkalı 305.000 civarındadır və burada 99.437 xal yazır prosesor. Yəni prosesorumuz olduqca yavaşdır. İndiki standartlara görə biraz necə deyim, köhnə nüvələrdən istifadə olunub. Yəni bu telefon alasınızsa gündəlik YouTube üçün polnu işləyəsidir. Heç bir problem olmayasıdır. Yəni böyük batariyası var. Belə YouTube şeylərində istifadə eləsinizsə gündəlik olduqca yəni istifadə edə bilərsiniz dayanmadan. Telefon haqqında bu qədər. Yəni bu telefonu alırsanızsa mən deyən şəkildə olasıdır. Başqa yolu yoxdur bunun. Yəni oyun da oynaya bilərsiniz orta səviyyə, ancaq orta aşağı ayarlarda. Dostlar, bu videodan bu qədər. Özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın. Videolara qədər kanala abunə olmağı unutmayın. Çox sağ olun.